23 günlük bal yarmarkasının yorğunculuğundan sonra Zaqatalaya qayıdıb arıxanada istirahət etmək həqiqətən bir zövq vericidir. Allah'a her gün şükürler edirdim ki, beni Zaqatalada dünyaya getirip sırf bu işi mənə qismət elədiyi üçün yarmarkada iştirak edenden sonra daha çok şükürler etmeye başlayıram ki, yarmarkanın insanı yorduğunu gördüm. Bakının yaşamak için ne kadar çetin bir yer olduğunu gördüm. Çünkü Bakıda adice gece yatıp istirahat etmek belə bir yorucudur. Çıxıb evdə istirahət etmək istəyirsən, gecə motosikletlerin səsi, maşınların siqnal səsi insanı həyatdan həqiqətən çox bezdirir. Yəni məqsədim Bakını pisləmək deyil. Məqsədim Allah'a şükürlər etməkdir ki, məni Zaqatalada dünyaya gətirib bu işi mənə qismət edib. Çünki bu işdə müdür də mənəm, fəhlə də mənəm. Yəni istəsəm işləyərəm, istəməsəm ümumiyyətlə işləmərəm. Ya istəsəm Bakıda yaşayaram, ya istəsəm Zaqatalada işləyərəm. Yəni bu seçimi mən edə bilirəm, Allah'a şükürlər olsun. Çox xoşbəxtəm ki, həqiqətən bu işi mən görürəm. Bu işdə insanlar mənə dəyər verir. Yarmarkada 1 kilo balı mən tanımadığım bir insana satmamışam. 1 kilo balı. Yani düzdür, mən onları tanımasam da onlar hamısı məni tanıyırdı. Yaxınlaşan bütün müştərilərim birinci sözü salam, biz sizi Instagramdan izləyirik və yaxud digərləri Facebookdan deyir. Yəni izləyib əsas məsələ mənə hörmət qoyub, etibar edib, yaxınlaşıb bal almağa gəlmək idi. Mən orada sözsüz ki, tanımadığım bir insana bal sata bilmərəm. Çünki o bacarıq məndə yoxdur ki, qabağımdan keçən hər kəsi tutum əlimdən tutub dartım, gəl mənim balımın dadına bax. Mən insanlara onu məcbur edə bilmərəm. Hər kəsin bir bacarığı var. Yəni mənim bacarığım odur ki, insanlara düzgün məlumat çatdırmaq, video çəkiliş formasında arıxananı çəkib, arının məhsulunu çəkib paylaşmaqdır. Buradan sizə bir daha çox təşəkkür etməyi istəyirəm ki, siz mənə hörmət qoydunuz, etibar etdiniz, yaxınlaşıb gəlib məndən digər insanlardan fərqli olaraq da 3-5 manat baha olsa da yenə gəlib məndən bal aldınız. Buna görə sizə çox böyük təşəkkür etmək istəyirəm. Fikirləşəcəksiniz ki, niyə baha satırdın, bunu ucuza satardın? Baxın, əziz müştərilər, mən sizə 25 manata, 30 manata, 20 manata bal satsam, mən bu təsərrüfatı ayaqda saxlaya bilmərəm. Mən xeyriyyə fondu açmamışam ki, başa-baş çıxım. Mən ancaq evdəkilərin qarnını doydura bilərəm. Mən bu təsərrüfatı ayaqda saxlamaq üçün, sizə təmiz məhsul istehsal etmək üçün mən mütləq şəkildə 3-5 manat baha satmalıyam ki, Allah eləməsin bu arıxana birdən ölsə, yaza çıxmasa, özünüz də görürsünüz,